Amerikadakı evlərin biz öyrəşdiyimiz evlərdən 8 fərqi. Birinci fərq ondan başlayaq ki, giriş qapıları çox zəif olur. Adətən taxta materiallardan istifadə olunur. Həyət evlərində hətta üzərində dekorativ şüşə də ola bilər. Və təhlükəsizliyi qorumaq üçün yaralı yerimiz qapıların açar hissəsidir. Yəni o qədər zəif olur ki, məncə bu qapıları açmaq heç də əziyyət tələb etməz. İkinci fərq işıqlandırmadadır. Burada evlərin çoxsunda çılçıraq əvəzi belə bir plafonlu işıqlar quraşdırılır. Hətta asma işıqlardan və ya trek işıqlandırma sistemindən də istifadə oluna bilər. Düz istədiyinizə görə dəyişib adi çılçıraq asa bilərsiniz, amma standart olaraq bu tip işıqlandırmadan istifadə olunur. Üçüncü fərq mətbəxdə belə adanın olmasıdır. Yemək bişirməyi sevən xanımlar üçün çox rahat həll yoludur. Əgər mətbəxinizin sahəsi imkan verirsə, hər kəsə məsləhət görürəm. Xüsusən də belə enli olanda, Azərbaycanda bir çox gördüyüm evlərdə çox ensiz olur. Dördüncü fərq mətbəxlərdə ayrıca balaca otaq kimi dolabın olmasıdır. İngilis dilində pantry adlanır. Rahatdır, çox. Azərbaycanda yaşayanda təbii ki, belə bir dolabım yox idi və bu səbəbdən mətbəx meblinin bütün dolabları ağzına kimi dolu olurdu. Burada isə mətbəx meblinin dolablarının çoxusu boşdur, çünki əsas ərzaqlar hamısı rahatlıqla pantryyə yerləşdirilir. Əgər evinizdə belə dolab yaratmağa imkan varsa, bu da məsləhət görəcəyim ideyalardan biridir. Beşinci fərq evlərdə camaşırxananın olmağıdır. Sizə deyim, bu otağın da olmağı çox rahatdır. Birinci növbədə məişət texnikaları nəmişlikdə qalmır, həm evin ümumi interyerində də gözü yormur. Və əsas məsələ kirli paltarlar, yuyucu vasitələr hamısı eyni yerdə yerləşir. Bunu da əlavə edim ki, bura mütləq şəkildə paltar quruducusu da daxildir. Altıncı fərq isə qarderob otaqlarının olmağıdır. Bu tip dolabların olmağı rahatdır ya yox deməyə biraz tərəddüd edirəm. Çünki qarderob otağının rahat olmağı üçün içindəki sistemi elə qurmaq lazımdır ki, paltarları düzmək, asmaq rahat olsun. Bizdəki narahatdır, əlavə xərc qoymağa hal-hazırda lazım. Bilmirəm, düşünürəm ki, bu evdə kirayə olaraq müvəqqəti yaşayırıq. Öz evimizə köçəndə hər şeyi daha rahat uyğunlaşdırmağı düşünürəm. Yeddinci fərq mətbəx çanaqlarında qida tullantıları üçün üyüdücünün olmasıdır. Bu üyüdücü meyvə, tərəvəz, yeməklərin qalıqlarını xırdalayıb kanalizasiya sisteminə ötürmək üçün nəzərdə tutulub. Onu da deyim ki, rahatdır, amma bu sistemi düzgün işlətməyəndə baş ağrı olur. Məsələn, içinə dəm və ya işlək halda qaşıq, sümük düşsə çox güman ki, təmirə ehtiyacı olacaq. 8-ci fərq otaqlar arası qapıların qulpudur. Yumru fırlanan. Uşaq vaxtı Amerika filmlərində gördüyümüz klassik qulplar. Bu tip qapı qulplarının adını bilən varsa, rəylərdə qeyd etsin. Əslində bir fərqi də qeyd etmək istərdim. Düzdür, bizim yaşadığımız evdə bu fərq yoxdur, amma yenə də göstərəcəm. Çox vaxt yataq otaqlarında döşəmə kavralin olur, hətta sanitar qovşağında da ola bilər. Bizim evdə bəxtimiz gətirib adi laminat döşəmədir. Hər ikisinin də öz müsbət və mənfi cəhətləri olsa da, mən daha çox taxta döşəməyə üstünlük verirəm. Təmizlənib silinməyi daha rahatdır.